Görəsən rukunu elədim mən. Şəkk edirəm də eləmiş hökmündəyəm. Esselamu aleykum və rəhmətullah və bərəkətuh. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Görəsən mən ikinci rəkətdə təşəhhüd edim. Namazdan sonra şəkk edirəmsə əhəmiyyət verməyəcəm də. Düzdür. Subhanallah, subhanallah, subhanallah. Mən dünənləri zöhrü qılmışdım. Yadımdan çıxıb. Şübhə eləyirəmsə, şəkk edirəmsə, hələ qılmış hökmündəyəm. Subhanallah, subhanallah, subhanallah. Namazın bəzi şəkləri, şübhələri var ki, bunlara əhəmiyyət verilmir. Məsələn, birinci dediyimiz kimi, əgər namazda müəyyən bir əməlin yeri keçibsə, məsələn, siz səzdədəsiz və yaxud da başqa yerdəsiz, amma rukunun edilib-edilməməsinə şəkk edirsinizsə, edilmiş hökmündədir. Və yaxud da namaz bitəndən sonra şəkk edirsinizsə ki, filan əməli namazda eləmişəm, yoxsa yox, o da səhih hökmündədir. O yerə də ehtina eləməyəcəksiniz, yəni əhəmiyyət verməyəcəksiniz. Üçüncü məsələ isə, tutaq ki, namazın vaxtı keçib və siz namazı qılıb-qılmadığınıza şəkk edirsiniz. Həmin o halda da namazınız səhih hökmündədir. Yəni, namazı qılmış kimi hesab olunursuz.